Salam. Devam edək. Test 18. Deməli, tərəzi. Mən tərəzini əvvəlki testlərdə də sizə izah etmişdim. Əgər biliriksə, deməli, demişdim, tərazılıq nöqtəsinə 0 qoyursunuz. Digərlərini bu şəkildə nömrələdik. 1, 2, 3, 4. Eyni şeyi bu şəkildə də tətbiq edirik. Deməli, 3 vur 4. 3 vur 4 üstə gəl. Sual. Yəni 2 vur x bərabərdir sağdakılar. Yəni 2 vur 8 üstə gəl 4 vur 6. İndi gəlin tənliyi həll edək. 12 üstə gəl 2x bərabərdir 16 üstə gəl 24-ə. 16 və 24-ü toplaşar. Bu bizə verir 40. 2x bərabərdir. 40 çıxılsın 12, 28. X də bərabərdir. 28 bölü 2. Yəni düzgün cavab olur 14. Birinci testimizin düzgün cavabı. Şəkildə neçə üçbucaq var? Baxaq. Şəkildə neçə üçbucaq var? Gəlin sayaq uşaqlar. Deməli, bir üçbucaq daxilində 1, daha sonra 2, 3, 4. Düzdürmü? Böyük hissə. Eyni şey digərlər üçün də keçərlidir. Bir üçbucaq, daha böyüyü 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Deməli 4. Bu bizə nə verdi? 4, 16. Düzdür? 16. İndi uşaqlar, bu qırmızını başa düşdünüz də yəqin ki 16-nı yazdım kənara. Biz bayaq bunlara bu şəkildə belə balaca üçbucaqlar kimi baxdıq. Düzdür? İndi bu üçbucağa bu şəkildə baxın. Bir, iki, üç, dört. İndi eyni şey aşağı üçün də keçərlidir. Bu bizim 5-ci üçbucağımız. 6, 7, 8. Düzdür? Tek-tek 4, 4, 4, 4 var idi zaten. 16 bayaq yazmışdım. İndi bu şəkildə baxanda 4 burada, 4 burada, 8. Bir də bu üçbucağa bu şəkildə baxacaqsınız. 1, 2, 3, bu da 4. Yenə 4'ü də bu tərəfdə uşaqlar. 1, 2, 3, 4. 4, 4. Toplasaq bu da olur 8. Hamısı birlikdə oldu. 32 ikinci testimizin düzgün cevabı. Şəkildə neçə üçbucaq var? Yenə baxaq. Gəlin baxaq. Deməli 1, 2. Düzdür? Ya da ki bayaqki kimi gedək axırda birləşdirərik. Deməli bir üçbucaq 1 bu şəkildə baxsaq da. Bu 1. Daha sonra bu şəkildə baxsaq 2. Daha böyük üçbucaq şəklində baxsaq 3. Eyni şey bura üçün də keçərlidir. Düzdürmü? 4, 5, 6. İndi davam edək. İndi bunlara böyük üçbucaqlar şəklində baxaq uşaqlar. 7, 8. Bu da bizə verdi 9. Düzdür? Bu 9 üçbucağı gördünüz. İndi bunların hamısını silirəm, kənarda yazıram. 9. İndi. Uşaqlar, baxın. 1, gəlin belə göstərim, bax. 1, 2, düzdür? 3,
Bir dənə silim. Deməli, necə dedim uşaqlar? 1, bura oldu 2. Böyük bucaq kimi baxdım. 3. Bu böyük bucaq kimi görünmür axı. Görünür. Belə. 1, 2, 3, 4, 4. 1, 2, 3, 4. Sonra 5. 5 hansıdır bilsiz? Bak, bu ikisi birlikte 5. Bir de bu. Bu da oldu 6. Bayaq neçə tapmışdıq? 9. Burada da 1, 2, 3, 4, 5, 6. Cəmi oldu 15. A variantı. Gəldik dördüncü şəkildə. Şəkildə neçə düzbucaqlı var? Monasant qaydasını yəqin ki bilirik. 1, 2, 3, 4, 5, 6, 7. Bura isə 1, 2, 3, 4, 5. Deməli, qayda belədir. 7 vur 5. Azaldırıq hər ikisini. 6 vur 4. 5 vur 3. 4 vur 2. 5, 4, 3, 2. 3 vur 1. Sonra 2 vur 0. Zaten 0 edir. Düzgün gəlin toplayaq. Görək hesabda itirmişsək qəşəng olacaq. 7 vur 5. 35. 24. Sonra 15. Daha sonra 4, 2. 8, 3. 8, bu da 3. Topladıq. Deməli 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5. Düzdürmü? Bu da bize verir 80. Hamısını bir toplayanda 85. Ya da ki uşaqlar. Bunun hazır qaydası var. Bu üstündən alınmayacaq. Bunun hazır 5 sətir, daha doğrusu bu qaydanı yadımızda saxlayaq. Biz bunu daha rahat bir yolunu bilsin necə gedək. Ən rahat. Bizim neçə sətrimiz var? 5. Neçə sütunumuz var? 7. Düzdür. Düzbucaqlı sayını tapmaq üçün hazır qayda 5 sətir 7 sütun. Belə bir qaydamız var ki, hər birini özündən bir vahid böyük ədədə vurur. 5'i bir vahid böyük ədəd 6'ya vururuq. 7'ni isə 8'ə vururuq. Bu 30, bu da 56. Sonra isə alınan hasili 4'e bölürük. Yani 30 vur 56'nı da daha sonra 4'e bölürük. 30 vur 56 1680. 1680 de 4'e böləndə 420. Yenidən deyirəm. Neynədik? Sətir və sütun üzrə verilən ədəd sayı 5'dir. Bir vahidi artırıb 6'ya vururuq. 7'dir. Bir vahidi artırıb 8'e vururuq. Alınan cavabları bir-birinə vurduqdan sonra 4'e bölürük. Gəldik. Eni 24 santim, uzunluğu 111 olunca uzaqlı şəklində kağızdan artıq sizə qalmayacaq şəkildə ən az neçə kvadrat hissə əldə etmək olar. Buna bənzər bir sual da həll eləmişdik uşaqlar. Həmişə demişdim. Birinci nə edirik? Qalıqlarla işləyəcək. 121'i birinci bölürük 24'e. Burada neçə qalır? 4, 96 qalıq 15. Daha sonra nə edirik? Bu 24'ün içərisində bu qalıqdan yerləşdiririk. 15. Orada da qalır 1, qalıq 9. Bu dəfə 15'in içərisinə 9 yerləşdiririk. 9'un 9'a kvadrat. Orada da qalır 1, qalıq 3. Daha sonra isə bizim orada nə qədər hissəmiz qaldı uşaqlar? Deməli, qalıq 3 yox, qalıq 6. Sonra 9'un içərisinə yenə 6 yerləşdiririk. 6'nın 6'ya kvadrat bir dənə yerləşir. Qalıq orada qalır 3. Daha sonra 6'nın içərisinə isə bir dənə 3'ün 3'ə kvadrat yerləşdiririk. Olur 2. İndi alınan cavabları toplasaq 4, 1, 1, 1, 2. 4, 1, 1, 1, 2. Bu bizə neçə verir? 4, 5, 6, 7, üstə də 2, 9.
Beşinci testimizin həlli. Gəldik 6-cı testə. Deyir, hər bir fiqur müəyyən bir kütləyə malikdir. Sual əvəzinə hansı ədəd yazılmalıdır? Uşaqlar, fiqurların ümumi kütləsi, ümumi kütlə 120-dirsə, yarı bölünəndə bura 60 düşür, bura da 60 düşür. 60-ı da yarı böləndə bura 30-dur, bura da 30. İndi 60-ı yarı bölsəm 30, 30. 30 yenidən bölünür baxa, 15, 15. Burada olub 15, 15. İndi biz nəyi tapdıq? Dairəni tapdıq. Nəyə görə? 15-i 3 dairəyə bölsək, hərəsinə nə qalır? 5, 5, 5. Düzdür? Deməli, dairələr oldu 5. Əla. Daha sonra indi bura baxın. 1, 2, 3, 4, 5. Deməli, məsələn, 15-dən 5 çıx, 10. 10-u da böl 5 fiqura. Deməli, onda bu neçə olub? 2, 2 vur 5, 10 üzərinə 5. Deməli, bu hissəni də tapdıq. Çünki bunlar da 2-dir. Onda ulduzu da tapa bilərikmi? Çünki 30-dan 5, 5, 10, 10 üstə 2, 12. 30-dan 12 çıxsam 18. 18-i də 3 ulduza bölsəm, ulduz da bizə verir 6. İndi gəldik bura. 6, 6, 6, 6, 24, 25, 26. 30-dan 26 çıxsaq, bu da oldu 4. Düzdürmü? Görək düzmü tapmışıq. Deməli, 4-ün üstə 2, 6. Bu işarə olur 9. 15-ə tamamlamaq üçün. 15-dən də 9 çıxsam. 15-dən 9 çıxsam 6. 6-da 2 ürəyə bölsəm, ürək olur 3. B variantı 6-cı testimizin düzgün cavabı. Çox maraqlı, tərəzinin fərqli bir üsulu. 7 də tərəzidir. Əla, sevirəm mən tərəzi testlərini. Tərəzinin artıq 3-cü modelidir. Artıq mən izah edirəm sizə. Deyir, hər bir fiqur müəyyən bir kütləyə malikdir və sual əvəzinə hansı ədəd yazılmalıdır? Əsl qaynaq kütləsi nəzərə alınmır. Deməli, bu 3-dür, uşaqlar. Bu 3-dürsə, deməli, bura oldu 12. Bu 12-dirsə, bu da 12-dir. Deməli, bu 24-dürsə, bu da 24-dür. Bu da onun oldu 12, 12. 24, 24. Bu 48 ise bu da 48'dir. Bu da 24'tür. Bu da 24'tür. Düzdürmü? Bu işarələri harda görsəm yerinə yazıram. 3, 3. Yazdıq. Görək nə tapa bilərik. Məsələn, 24-dən 3, 3'ü çıxsam 6. 18. Düzmü deyirəm? Bir dənə yeni mexaniki səhv eləyərəm. 2 yerə bölsək bu üçbucaqlar oldu 9. Deməli bu 9'dur. Bu da 3 idi. Bu da zaten 3'dür. Bu da 9'dur. Onu da tapa bilərik. 12'dən 9 3. 3'ü də 3 yerə bölsək bu da oldu 1. Yəni, bu fiqurda bizdə oldu 1. Onda bu işarəni tapa bilərikmi? Deməli 9, 10, 11. 11'in üstə də 3. İnşallah itirmədik. 9'un üstü 3, 12, 13, 14. 24'ten 14 çıx. 10. Deməli bu fiqur 5'dir. Bu da oldu 5. İndi gəlin baxaq. 3'ün üstə 5, 8. 12'dən 8, 4. Deməli bu da olur 4. İndi mən bura 4 versəm. 4'ün üstə 1, 5. 5'in üstə 3, 8. 8'in üstə nə gəlsəm 12'ye tamamlanır. 4, D variantı. 7-ci testimizin düzgün cevabı yok. Yok uşaqlar yok. Hardasa itirdik. Dayanın. Bir üstə gəl 3. Bir dəqiqə. Mən neçə dedim? 3'ün üstə 5, 8. 12'dən 8 çıxın 4. 4'ü 2'yə böləndə 2. Düzdürmü? Deməli bu 2-dirsə 2'nin üstə 1, 3. 3'ün üstə 3, 6. Onda bura düşür 6. Və burada diqqətsizlik eləmişəm. Cavab olur B variantı 6. İndi düz oldu mu? 9, 10, 11, 12. 3'ün üstə 5, 8, 10, 12. 2'nin üstə 1, 3. 3'ün üstə 3, 6, 12. Bu da 12. 2, 9, 10, 11, 14, 24. Bu da 24. Düzdür. 7-ci testimizin düzgün cevabı B variantı. Şəkildə neçə düzbucaqlı var? Şəkildə neçə düzbucaqlı var? Deməli, neyniyək uşaqlar? Bu hissəni tapaq hələlik. Bu hissəni tapaq. 1, 2, 3, 4, 1, 2. Bayaq nə dedim? Dedim 4'ü vurun 3'ə. 4'ü vurun 5'ə. Bir vahid böyük. 2'ni də vurun 3'ə. 4 vur 5.
20, 2 vur 3, 6. Düzdürmü? Daha sonra 20'ni 6'ya vurup 4'e bölün 30. Deməli, burada 30. İndi bura əlavə olsa necə olacaq uşaqlar? Deməli, 30. İndi bu hissə ilə götürsək bu olacaq. 30 zaten var. Bu 1. Sonra bu şəkildə götürsək 32. Yox. Bu şəkildə götürsək 33. 30. Burada da 1, 2, 3. 3 də əlavə etsəm, onda cavab olur 33 C variantı. Deyir ki, verilən ardıcıllığın 1001-ci həddini tapın. Uşaqlar neçə artır? 7, 7 artır. Fikir verin. 7, 7 artır. Yadınızda həmişə şəkillərlə verirdi, indi misallarla. Yəni 1-in üzərinə 1001-ci həddə kimi neçə aralıq var? 1000 arı. 1001 ağac varsa neçə arı var? 1000. Hər biri də nə qədər artır? 7. Все. 1000-i 7-yə vuraram. 7000 üzərinə də 1 əlavə edərəm. 7000 bir düzgün cevap olur. Geldik 10-cu testə Aymar. Düz oxudum yəqin ki, şagirdin adını Aymar. Sıranın əvvəlindən bir dəqiqə. Heh. Sıranın əvvəlindən 16-cı, Ayaz isə sıranın sonundan 26-cı adamdır. Onların arasında 8 nəfər varsa sırada ən azı neçə nəfər var? Deməli, uşaqlar, qaydamız necədir? Əgər sırada 2 nəfərin adı keçirsə, siz nə edirsiniz? 16 və 26-nı topladıqdan sonra ən azı deyirsə qayda. Sırada 2 nəfər varsa və ən azı istəyirsə, deməli 16 və 26-nı topladıqdan sonra 8 nəfəri çıxır. Bir də həmən 2 nəfəri çıxırıq. Deməli 16 bu hazır qaydadır uşaqlar. 16 üstə gəl 26 çıx 8 çıx 2. Bu da bizə verir 32. Təkrarlayıram. Sırada 2 nəfərin adı çəkilərsə və ən az istənilərsə, əvvəl və sonuncu toplanılır. Aradakı 8 nəfəri çıxıb, bir də bu 2 nəfər 2-ni çıxırıq. Cavab bizə verir 32 B variantı 10-cu testimizdə. Gəldik 11. Eni 15 santim, uzunluğu 87 santim düzbucaqlı şəkildə kağızın artıqsa qalmayacaq şəkildə ən az neçə hissə, kvadrat hissə əldə etmək olar. Bu da bayaqki testdə oxşuyur. Deməli, nə edirik? 87-ni birinci bölürük 15-ə. 87 böl 15 bizə verir 5 qalıq. 5 vur 5 75. 87 də çıxsaq 12. Düzdürmü? Daha sonra 15-in içərisinə bir dənə 12 12 kvadrat yerləşdirsək, bu da bizə verir 1 qalıq 3. Daha sonra 12-in içərisinə 3 3 kvadrat yerləşdirirəm. 12 böl 3 4 qalıq qalmadı. Deməli, biz də bunları toplasaq 5 üstə gəl 1 üstə gəl 4. Bu da bizə cavab verəcək 11-ci testimizdə C variantı. Gəldik növbəti tərəzi testimizə. İlk 3 tərəzi tarazlıqdadır. 4-cü tərəzinin tarazlıqda olması üçün sual işarəsinin yerinə hansı variant uyğun gəlir? Baxın uşaqlar. Əslində bu şəkildə olanda saylar eyni olanda asandır. Deməli bu 3-dür, bu 2. Nəyə görə? Bax 3 3 6 2 2 6. Yəni ədəd verməklə yoxlayıq görək bir şey ala biləcəyikmi? Deməli bu oldu 2 2. Düzdürmü? Bu oldu 3, bu oldu 2. Deməli hər tərəfdən zaten bir almanı itirə bilərik. Deməli 3 2. Deməli bu üçünün cəmi bizə 5 verməlidir. 5 verməyi üçün necə verək? 1 deməli 3 3 6 6 düzdürmü? 3-ün üstə 2 5. 5-i necə verək? Bura 1 versəm eyni rəqəmlər 5-dən 1. Yəni 2 2 eyni alınır. O olmaz. Başqa 4 versəm 5'ten 4 1 0 onda 5 0 onda 5 olur.
Görək yuxarıda deyilmi uşaqlar? 0,5, 0,5. 2, 2, 4, bu da 5. Bura 4, 4 vermək olmur. Deməli yox, düz qoymadıq. Onda başqa neçə yaza bilərik ora? 0,5 ilə olmasın. 0,5 ilə olmasın. 3-ün üstə 2, 5. Eyni verək də, eybi yox. Neyniyək? Eyni verək. Deməli, bizdən nəyi soruşur? 2 üstə gəl 2-ni. Hə, 4 istəyir bizdən. Düzdürmü? 4'ü istəyirsən, biraz sadələşdirək. 1 versəm, uşaqlar, 1, 1. Buna 3 düşür. Yəni görək düz gəlirmi? 1, 1, 3, 3. 2 üstə gəl 2, 4, 5, 6. Hə, ödədi. Всё. Deməli, mənə 4 lazımdır. Bu 3'dür. Bu da 3'dür. 6 olmadı. Bu 1'dir, bu 3'dür. 4C variantıdır. Bu 3'dür, bu da 3'dür. Olmadı. Bu 3'dür, bu da 3'dür. Olmadı. Düzgün cevap C variantı. Düzgün cevap C variantı. Digər üsul nədir? O bayaq dedimi, sağ tərəflər bir, sol tərəflər bir toplayıb eləyə bilərsiniz. Bu şəkillə olanda o hər tərəfdən silmək söhbəti adamı yorur. Gəlin baxaq, sağları, solları bir yerə toparlasaq, 3 alma sağdan gedir, 3 alma soldan. Başqa nə gedir? Bir çiyələk buradan, bir çiyələk buradan. Düzdürmü? Nə qaldı? 2 çiyələk. Yox, bu buradan gedir, bu da buradan. Bu buradan gedir, bu da buradan. Düzdür. Alırıq ki, 3 gilas. Bu meyvəni tam görmürəm. Yəni bunlar bir-birinə bərabərdir. Doğrudan da biz el almışdıq, düzdür? 3-3 almışdıq bayaq elə bir şey. Deməli, bu meyvələr bir-birinə bərabərdir. Yəni tutaq ki, deyim də bu A-dırsa, bu da A-dır, bu da A-dır. Bunlar da bir-birinə bərabərdir. Bunu tapdıq. Əla. Bu bizdən nə istəyir? Bu da bizdən 2 dənə çiyələk. Düzdür? O zaman bundan gətirib burada istifadə edə bilərik. Deməli, hər tərəfə A yazsaq, almanı itirsək, o zaman A'lar gedir, bu ikisi gedir, yenə də qalır C variantı. Bəli. Doğrudan da biz burada da yoxladıq. Eyni bayaq rəqəm verəndə də ikisinə 3-3 vermişdik. Deməli, doğru tapmışıq. 12-ci testimizin düzgün cavabı C variantı uşaqlar. Uğurlar. Keçək növbəti testə.